Əziz şagirdlər, bugün sizi 2-ci Qarabağ müharibəsi gedişində işğaldan azad edilmiş şəhər mərkəzləri ilə tanış edəcəyik. Ümumiyyətlə 2-ci Qarabağ müharibəsi 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam etmiş 44 günlük vətən müharibəsidir. Yəni biz elə rayonları seçəcəyik ki, həmin rayonlar 44 gün ərzində hərbi əməliyyatlar yolu ilə qaytarılsın. İlk işğaldan azad edilmiş rayon mərkəzi 4 oktyabr tarixində Cəbrayıl rayonudur. Ardınca 17 oktyabr tarixində Füzuli rayonu, 20 oktyabr tarixində Zəngilan rayonu, 25 oktyabr tarixində Qubadlı rayonu və 8 noyabr tarixində Şuşa şəhəri erməni işğalçı qüvvələrindən azad edilmişdir. Digər 3 rayon isə, yəni Ağdam rayonu, Kəlbəcər rayonu və Laçın rayonu 10 noyabr bəyanatına əsasən Azərbaycan ordusunun nəzarəti altına verilmişdir.